Mayı soyutma geyiminizdə yırtıq aşkar edilib. Bilirəm. Nəfəsim kəsilir. Sızma səni nəfəssiz saxlayacaq. Bizi bura gətirən şey ortaqdır. Həyatda qalmaq mücadiləsi. İndi soruşacaqsınız ki, yerdən 0.0000002 işıq ili uzaqlıqda niyə boğuluram? Əlbəttə ki, Proyekt X sayəsində. Tehran, ay uşaq oyan. Hə? Oyan, problemimiz var. Nə olub? Zaman saatına ehtiyacımız var. Lakin bir zaman səyahəti üçün Genesis qayası adlanan anortozit parçasına ehtiyacımız var. Hə, mən də deyirdim bu saat Səttar Bəhluzadəni keçmişdən gətirəndən sonra niyə işləmir? Qorxurdum ki, çiməndə çıxarmamışam deyə xərab olub. Sən saatı suya soxmusan? Yadımdan çıxmışdı. Tehran, bu sənin üçün nişan üzüyü zad deyil. Sudan, alovdan, hətta qazdan belə ehtiyatlı olmalısan. Genesis qayasından parçanı sən gətirəcəksən. Bu məsuliyyətli işi öhdələndin. Sənə təşəkkür edirik. Mən heç nə öhdələnib zad eləməmişəm. Mən boynuma qoyursan, Alex. 500 manat maaş verib mənə utanmadan aya göndərirsən. Tehran, axı biz ailəyik. Bir nəfər işçin var sənin, Alex, bir nəfər. O da mənəm. 2 nəfərik ailəyik. Alex, elə bil dediyin şey yaxşı çıxmadı. Nəysə kreditim var, xodda gedim. Yolun uzundur. Sənin üçün yol yoldaşı olaraq skafandrına səsli süni intellekt yerləşdirmişik. Adını qoya bilərsən. Bip bip. Bip bip, burada çox boş deyə. Bir dənə televizor 4K Ultra, altına bir dənə PlayStation 5. Nə zor gedərdi bu yol. Görürsən, zakaz versəm gələr. Əlbəttə ki, Elpo ilə sifariş verə bilərsiniz. Nə yaxşı. Gözlə tez girim sifariş verim. Hal-hazırda aya eniş tamamlandı. Bip-biplə səfər edib bizi seçdiyiniz üçün sizə təşəkkür edirik. Mən sizi seçməmişəm, siz məni seçmisiniz. Layka sakit dur. Yuri Gagarin. Qaqa özünsən. Və beləcə mənim hekayəm başladı. Aya düşər düşməz məni Yuri Gagarin yox, Yura Gagarin qarşıladı. Və mən bilmirdim ki, bunlar sadəcə hər şeyin başlanğıcı idi.